Deməli, salam dostlar, necəsiniz, nə var, nə yox, yaxşı olasınız. Mən bir dəfə elan paylaşmışdım ki, mən evdə uşaqlar üçün baxıcı pedaqoq axtarıram. Və bir çox xanımlar müraciət elədilər, zəng elədilər, gəldilər. Amma mən sizdən artıq dərəcədə xahiş edirəm. Mən ağzımda deyirəm, niyə pedaqoq lazımdır mənə də. Yəni, işin peşəkarı və rus dilli adam istəyirəm mən. Birinci, işi bilməmiş həmən maaş. Hələ bilmir ki, bu işdən başı çıxır, işləyib, işləməyib. Ay bacı, işləyən adamla müraciət edin də bizə xahiş edirik. Bu bir. İkinci, ümumiyyətlə bizdə Azərbaycanda bu agentstvalar var da, yəni işçi axtaran yerlər çox zəifdirlər. Yəni nə qədər yerlərə müraciət edirsən, nə qədər deyir, bunlar necə işləyirlər, mənim başım çıxmır. Və evdə işləyən təmizlik işi görən xanımlara işə gəlirlər. Moskvada məsələn belə deyil. Deməli, işə verirlər adam, gəlir. Hamısında gələn düzdür. Bu dəqiqə problemi salam yoxdur. Hamının çətinliyi var, hamının problemi var. Gəlirlər, başlayırlar bütün problemləri həll olur. Qutaran kimi biri ərindən barışır, biri bilmirəm nəsə problemi olur. Deməli, işi yarımçıq qoyub həmən yoxa çıxırlar. Mən çox xahiş edirəm. Doğru, düzgün, yaxşı işləyən agentstvalar istəyirəm. Mənə köməklik göstərsinlər. Mən sən yorulmuşam, evə gündə bir dənə adam, o işçi gəlir, bu işçi gedir, o işçi gəlir, bu işçi gəlir. Yəni, düzdür, heç kəs daima deyil, amma qalıb işləyəcək, səliqəli. Məsələn, mən çox gözəl bir xanımla işləyirəm, Fəridə xanımla. Bir ildir çox gözəl bir insan vermişdi mənə, yaxşı işləyirdi yanımda, yaxşı idi. Prosto, bax, bayaq onu deyirəm, Reyhan gözü çıxmış. Ərimdən gələn kimi ərimlə barışıram, getdi, gəlmədi. İnarsız, mən yorulmuşam da, yəni evə işçi axtarmaqdan. Rusiyada inanın ki, belə deyil. Çox gözəl 2 xanım istəyirəm. Təmizlik işləri görən. 6 gün iş, 1 gün vxadnoydu. Mənə sərbəst adam lazımdır. Qoçaq adam lazımdır. Ev işindən başı çıxan adam lazımdır. Təcrübəli insan lazımdır. Səliqəli, qoçaq, təmizkar insan istəyirəm. Və power deməkdə mən elə bir adam istəyirəm ki, mənim mətbəximi, kuxnamı, gələn qonaqlarımı, mürəbbələrimi, bankalarımı bağlayan adam istəyirəm. Mətbəxdən təmiz başı çıxan adam istəyirəm. Və işə gələn işçilərin telefon evini yıxır. Telefonu əllərindən yerə qoymurlar, iş tökülür, qalır. Telefondan istifadə az edən adam istəyirəm. Xahiş edirəm, bir adamlar mənə müraciət eləsin. Yəni, işini bilən adam, bilməyən adam yazmasınlar mənə. Direkt bölməsinə. Artıq suallar verməyin. Telefon nömrənizi qoyun, təcrübənizi göstərin, sonra xahiş edirəm. Axırda mən necə Rusiyada, mən müqavilə ilə işləmişəm. Bütün işçilərimlə, ruslarla da, evdə çalışanlarım da. Yəni, müqavilə bağlayırsan, 2 il müddətinə, 2 il yarım, 3 il müddətinə bu adam müqavilə bağlayır. Müqaviləni pozursa, ona təzminat deyirlər. Təzminatını ödəyir, gedir. Əslində, bu çox gözəl bir şeydir. Ona görə mən indən sonra demişəm, heç kəs elə də elə salam əleykum, gəldim, qapıdan içəri buraxım, sonra da 3 gündən sonra mən gedirəm. Çünki işi gəlir, örgədirəm, evimi tanıyır, evimin hər şeyini bilir. Uşaqların psixologiyası pozulur, hamımız örgəşirik, işə başlayır, hər şey yaxşı. Birdən mən gedəsi oldum, işim alınmadı və yaxud kimsə buna başqa iş təklif elədi, mən gedəsi oldum. Mən də ki, Allaha şükür, işçi ilə davam yox, şavam yox. Mənlə yiyir, mənlə oturur, mənlə yiyirəm, onunla yiyir. Yəni, normal qaydada insan kimi davranan adamam. Mənim, yəni, onların işim yox, gücüm yox. Səhər çıxıb, axşam evimə gələn adam, işimin, gücümün dalında olan insanam da mən. Milli Show səhifəmizə abunə olmağı unutma.